Salam dostlar. Keçən videomuzda tapdığımız ana qarışqa artıq öz koloniyasını qurur və onun inkişafını növbəti videolarda sizinlə paylaşacağam. Bu gün isə yeni bir koloniya yaratmaq üçün yenidən ana qarışqa axtarışına çıxırıq. Dayanın, siz hələ də abunə olmamışsınız? Dəstəyiniz kanalımızın inkişafı üçün çox önəmlidir. Hazırsınızsa başlayaq. Bəs ana qarışqa harada və necə tapılır? Gəlin bir yerdə öyrənək. Bugün ana qarışqa axtarışına çıxmışam. Hava 19 dərəcə isti və olduqca sakitdir. Ətrafda həm yaşıllıq, həm də səkilər var. Bu tip yerlər, yəni betonla torpağın və yaşıllığın qovuşduğu sahələr, ana qarışqaların qanad töküb yerə indiyi ərazilər ola bilər. Ana qarışqalar adətən yağışdan sonra, hava biraz istiləşəndə, axşam saatlarında uçuşa çıxırlar. Bu uçuşdan sonra yerə enib özlərinə yuva axtarmağa başlayırlar. Mən də bu ümidlə parkların kənarını, yaşıllıqların arasındakı səkiləri diqqətlə nəzərdən keçirirəm. Qarışqa axtarışı biraz səbir və diqqət tələb edir. Əsas olan tələsməmək və torpaqda ya da səki kənarlarında hərəkət edən fərqli formaya malik qarışqaları izləməkdir. Burada bir qrup işçi qarışqa ilə qarşılaşıram. Onlar kiçik ölçülüdür və bir-biri ilə əlaqə saxlayaraq bir yerdə hərəkət edirlər. Ana qarışqadan fərqli olaraq bu qarışqalar qanadsız olur və adətən qida və ya yuva materialı axtarışındadırlar. Bu da onu göstərir ki, burada artıq mövcud bir koloniya var. Amma təəssüf ki, mən axtardığım onlar deyil. Mən cütləşmədən sonra yerə enmiş ana qarışqa axtarıram. Növbəti gün yenidən axtarışa çıxıram. Bu dəfə hava biraz daha isti, 20 dərəcədir. Axtarışı daha çox torpaq və səki birləşən sahələrdə davam etdirirəm. Yaşıllıq əvvəlki günə nisbətən azdır, amma bu da fərqli bir şans yarada bilər. Beton səkilər və torpaq arasındakı yarıqlara, gölgəli sahələrə diqqətlə baxıram. Amma təəssüf ki, bu gün də ana qarışqaya rast gəlmirəm. Hava şəraiti və axtardığım mühit nə qədər doğru olsa da, ana qarışqanı tapmaq həm də şansdır. Buna görə də ümidimizi itirmədən axtarmağa davam etməliyik. Qarışqa axtarışım bu dəfə uğurla nəticələnməsə də, hər addım məni hədəfə biraz daha yaxınlaşdırır. Bu cür axtarışlar həm maraqlı, həm də gələcək uğurların təməlini qoyur. Yaxın günlərdə axtarışa yenidən çıxacam və inanıram ki, o ana qarışqanı tapacam. Tapdığım zaman da onu sizinlə növbəti video olaraq paylaşacam. Ona görə də izləmədə qalın və bu macəranın davamını qaçırmayın. Bu arada şəkildə gördüyünüz kimi ilk koloniyamızın ana qarışqası artıq bir həftədir ki, yumurta qoyur. Ana qarışqa və onların yumurtalarının son halını sizinlə paylaşacağam. Videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda bildirməyi unutmayın. Növbəti videolarda görüşənədək.